Nə qədər sağam istərdim dilimdən eşitsinlər. Mən xahiş edərdim. Sonra ola bilsin Hasansa 50 ildən sonra, 60 ildən sonra, 100 ildən sonra, ola bilsin də indi həyat fırlana gələr, elə bir tədqiqatçı, elə bir şəxsünas götürər, mənim kitabımdan tədqiqat əsəri aparmaq istər. Mən indidən xahiş edirəm, belə təvəqqə edirəm ki, mənim şeirlərimi, yəni kimsə Hasansa götürüb o bəşəri hissiyyata yapışdırmasın, bəşəri hissiyyatla atmasın. Mənim şeirlərim hamısı başdan ayağa, yəni müəyyən ithafları çıxmaq şərti ilə, müəyyən mövludnamələri, vəsilələri falanları çıxmaq şərti ilə qəzəllərim ki var kitabda, hamısı Hiddət Əleyhisselamın intizarında yazılmış qəzəllərdir. Mənim şeirlərimdəki intizarım, fərağım, həsrətim hamısı Hiddət Əleyhisselamın intizarındadır. Yəni özüm o yerin birdən adamı olmasam da, ancaq bir müsəlman kimi mən o kişinin intizarındayam, bütün yəni müsəlmanlar kimi mən də onun intizarındayam və gəlişini arzu edən insanlardan, müsəlmanlardan biriyəm. Və yeri gəlmişkən, həmən şeirlərdən birini qulluğunuza ərz edeyim, icazə verin. Qalıbdır ətrini duymaq gülüm səva gələnə. Qalıbdır ətrini duymaq gülüm səba gələnə. Fərəh zamanı qalıb buy aşina gələnə. O niyyətilə ki, səndən xəbər verən tapılar, durub yol üstə dikib göz bu binəva gələnə. Məhəbbət aləminin zövqü çoxdur zövründən, cəfa-u zövrüdən artıq verər səfa gələnə. Durub qapımda gəda tək icazə versən əgər, bu qəmli canı inan eylərəm fəda gələnə. Bəla gəlir dedilər qətli mən yarımdan, bu bəxti məndə ki var, qalmaram bəla gələnə. Fəna cahanda könül yox nişanı ədalətdən, ümidi bağlamışıq bir mələkliğa gələnə. Fəraq dərdinə bir çarə tapmadım mahir, dəvayı dərd dilim qaldı dilruğa gələnə.